Salam, hər vaxtınız xeyir olsun. Kanalımızın dəyərli izləyiciləri, mən Seymur Rəfiyev, hər birinizi salamlayıram. Bu günlərdə sizlər üçün monitorinqə hazırlaşan 4-cü sinif şagirdlər üçün növbəti dəstək suallarımız olacaq riyaziyyat üzrə. Zəhmət olmasa kanalımıza abunə olun ki, hər video izahlardan xəbərdar olasınız. Eyni zamanda 3 və 4-cü siniflər üçün aprel ayının 12-si növbəti monitorinq imtahanımız təşkil olunacaq. Əlavə məlumat üçün 055 236 81 40 nömrəsinə yazaraq sınaqdan yararlana bilərsiniz. Sınağımız onlayn şəkildə olacaq və istənilən yerdən qoşulmaq mümkündür. Keçək suallarımıza. Suallarımız əsasən monitorinq imtahanının çərçivə sənədinə uyğun olaraq hazırlanmışdır. İlk sual belədir ki, 4789 kiçikdir A-dan, A da kiçikdir 5120. Verilmiş ifadədə A-nın yerinə uyğun gələn ən böyük və ən kiçik ədədlərin cəmini tapın. A-nın biz yerinə ən kiçik 4789-dan böyük, ən kiçik ədəd yaza bilərik 4790. Yəni A-nın ən kiçik qiyməti bu ola bilər. Ən böyük qiymət isə 5120-dən bir vahid kiçik. Çünki A 5120-dən kiçik olmalıdır. 5119 götürə bilərik. Və bunu toplasaq 9, 0, 9, 9. 9909. Yəni ən kiçik ədəd bu idi, ən böyük ədəd və bizə cəmini istəyirdi. Cəmi də 9909. Doğru cavab olacaq B variantında. Keçək digər sualımıza. 2 nömrəli sual. Deyir, biri digərindən 5 dəfə böyük olan 2 ədədin cəmi 360 olarsa, bu ədədlərin fərqini tapın. Deyək ki, A ədədi var, bir də B ədədi var. A ədədi olsun, B ədədi x, A ədədi bundan 5 dəfə böyük olsun, 5x. Və yaxud tam hissə modeli ilə də yaza bilərik. 2 ədədin cəmin verirsə, x ilə 5x ilə x-i toplayırıq, bərabər eləyirik 360-a. 6x bərabərdir 360, x də bərabərdir. 360-ı 6-ya bölərik, 60. Bir ədədimiz olacaq 60, biri də 300. Bizdən nə istəyir? Bu ədədlərin fərqini tapın. Deməli, 300-dən çıxırıq 60-ı, yerdə qalır 240. Doğru cavabımız olur A variantı. Keçək növbəti suala. Deyir ki, 3 nömrəli sualda 630 ədədi ilə bundan 5 dəfə kiçik ədədin cəmini 18-ə bölsək, qismətdə neçə alınır? Biz ilk öncə 630-u bölürük 5-ə. Düşür 126 və 630 ilə 126-nın cəmi üzərinə 126 bərabərdir. Olacaq 756 və 756-nı bölürük neçəyə? 18-ə. 18-ə bölsək, deməli, qismətdə bizdən soruşur. Qismətdə olacaq 42. Doğru cavabımız olar A variantı. Keçək növbəti suala. 4 nömrəli sualda deyir ki, üçbucağın tərəfləri 9, 11 və 16-dır. Perimetri bu üçbucağın perimetrinə bərabər olan kvadratın tərəfi neçə santimetrdir? Üçbucağa baxsaq, deyək 16, 11 və 9. Perimetri necə tapılır? P bərabərdir, tərəflərin kənarlarını toplayırıq. 11 üzərinə 9 üzərinə 16. Bizə verir 36. Həmin 36 kvadratın perimetridir. Əgər kvadratın perimetri 36-dırsa, kvadratın 4 tərəfi olduğuna görə 36-nı 4-ə bölürük 9.
Kvadratın tərəfini aldıq 9 santimetr. Keçək 5 nömrəli suala. Deyir, avtobus yolun 4də 3 hissəsini getdi. Qalan yol 150 kilometr olarsa, yolun ümumi uzunluğunu tapın. Həmişə bu tipli misallarda, əgər ki, baxaq, 4də 3-ünü getdi. Tam hissəmiz məxrəcə baxırıq, 4də 4-dür. Bundan 4də 3-ün gedibsə, qalacaq gedilməyən 4də 1. Və bizə deyir, qalan yol 150-dir. O zaman 4də 1 hissəsi 150 olan ədədi tapırıq. Həmin ədədimizdə neçə olur? 4-ü vururuq 150-yə, 600. Deməli, ümumi yolun uzunluğu nə qədərmiş? 600 kilometr olacaq. Növbəti bir sual. Deyir ki, səhər saat 10:00-da kənddən atlı yola düşür və günorta saat 2:00-da qəsəbəyə çatır. Əgər kənd ilə qəsəbə arasında məsafə 104 kilometrdirsə, atlı hansı sürətlə hərəkət edib? 10:00-dan hərəkətdə olub və 2:00-a, günorta 2:00, 14:00 deməkdir. Bu aradakı zaman 4 saatdir. İndi məsafəmiz nə qədərdir? 104. 104-ü də bölürük 4-ə. Deməli, hansı sürətlə gedib atlı? 26 kilometr böl saat sürətlə hərəkət edib. Doğru cavabımız olacaq C variantı. Keçək növbəti suala. Deyir ki, şəhərdən eyni anda əks istiqamətdə 2 avtobus yola düşür. 4 saatdan sonra aralarındakı məsafə 496 kilometr olur. Əgər birinci avtobusun sürəti 72 kilometr bölü saatdırsa, ikinci avtobusun sürətini tapın. Ümumi olaraq əks istiqamətdə hərəkət. Deyək ki, şəhər A nöqtəsini yazıram. Biri bu istiqamətdə gedir V1, biri də bu istiqamətdə gedir V2. Amma 4 saat zamanımız da var. 4 saatı 496 kilometr gedir. O zaman biz 496-nı bölürük 4-ə. 496-nı 4-ə böləndə 124. 124 kilometr. Ümumi nədir bu? Deməli, avtobusların sürətləri cəmi. V1 məlum deyil. Deyək ki, V2 birincisi məlumdur. 72. 72 üzərinə. İkincisi məlum deyil. Yəni V2 məlum deyil. Bərabərdir 124-ə. V2-ni tapmaq üçün 124-dən çıxıram 72-ni. Bu da bizə verəcək neçə? 52 kilometr bölü saat. Doğru cavabımız olur C variantı. Keçək növbəti suala. 8 nömrəli sual deyir ki, almalarla dolu yeşiyin çəkisi 22 kiloqramdır. Yarısına qədər alma isə dolu olanda yeşiyin çəkisi 12 kiloqram olur. Bax, alma üzərinə yeşik bizə nə verir? 22 kiloqram. Yarısına qədər doludursa, yarısına qədər. Bu zaman 2də 1 almadır. Yeşiyin çəkisi dəyişmir və 12 kiloqram olur. Ya belə bu qayda ilə yazmalıyıq, ya da ki, ikinci bir qayda. Əgər yarıya qədər doludursa, 12 kiloqramdırsa, biz 22-dən 12-ni çıxırıq. Həmin o yarı alma 10 kiloqramdır. Amma 10 kiloqram hansıdır? Almanın yarısı. Yeşiyin çəkisi olmadan 10 kiloqramdır. Tam olsa, tam da 2-yə vurarıq, olacaq 20 kiloqram almadır. Yeşiyin çəkisi 22-dən də 20-ni çıxarıq. Bizə verəcək 2 kiloqram demək boş yeşiyin çəkisi. Biz bunu digər yollarla da yaza bilərdik, amma şagirdlər üçün izah olduğuna görə ən rahat yollardan birini seçməliyik. 9. Çevrənin radisi perimetri 51 cm olan bərabər tərəfli üçbucağın tərəflərinə bərabərdir. Çevrənin diametrini tapın.
Birincisi ilk bizə nəyə baxmalıyıq? Bərabər tərəfli üçbucağın perimetri 51 isə 51-i bölürük 3-ə. Düşür 17. Deməli bunun tərəfləri 17 imiş. Bunlar işimiz yoxdur. İndi bizə deyir çevrənin radiusu buna bərabərdir. Bir çevrə çəkirik. Mərkəzi nöqtəni qeyd edirik. Bura 17 santimetrdirsə, buradan bura qədər də 17-dir. Yəni diametr həmişə çevrənin radiusunun 2 mislinə bərabərdir. 17-ni də 2-yə vursaq, olacaq 34 santimetr. Doğru cavabımız olacaq D variantı. Keçirik 10 nömrəli sual. Deyir ki, 3 müxtəlif, 3 rəqəmli tək ədədin cəmi 879 olarsa, bu ədədlərdən ən böyük, ən çox neçə ola bilər? İlk olaraq, deməli, 3 rəqəmli tək ədəddən söhbət gedirsə, ən kiçikləri götürməliyik ki, ən böyüklər 1, 3 müxtəlif 3 rəqəmli 2 və üzərinə gəl 3 dənə ədəd. Biz bura 101, 103 yaza bilərik. Çünki ən kiçikləri götürək ki, ən böyük. Bu isə məlum deyil, x-dir. Bunun cəmi bizə verir 204, üzərinə x bərabərdir 879-a. X də bərabər 879-dan 204-ü çıxacam. Və nəticə olaraq 675 qalacaq. 675. Demək, bu ədədlərdən ən böyük, ən çox 675 ola bilər. Suallarımız bu qədər. Növbəti sınav suallarında görüşənədək sağ olun, salamat qalın.